Allahın varlığını gül çiçəyi ilə, otla, çəmənlə ispat eləyərəm. Və deyir ki, bax, inək həmin o çəmənlikdən otlayır. Sənə nə verir? Deyir, süd. Deyir, arı o çəmənlikdən qidalanır. Sənə nə verir? Deyir, bal. Deyir, barama da, barama qurdu. O yarpaqlardan qidalanır, sənə nə verir? Deyir, ipək. Deyir, subhanallah, bu sənə kifayət deyil. Hansı ki, mənbə birdir, nəticələri və neymətləri müxtəlif. Bu qanunu kim qoyub, deyir. Yəni, inək özü üçün proqram cızıb ki, mən süd verməliyəm, yoxsa arıda ağıl var, çiçəklər tanıyır. Elhamdülillahi Rabbil aləmin. Həmd olsun aləmlərin Rəbbi Allaha. Rabbul aləmin nədir? Rab nədir? Xəlq edən və idarə edən, yəni tərbiyəçi. Bütün kainatın Rəbbi odur. Yəni tərbiyə edəni. Necə ata, ana uşağın tərbiyə eləmir, şübhəsiz ki, Allah bu misaldan da ucadır və Allah subhanət hala bütün aləmlərin tərbiyəçisidir. Və yaxud misal gətirmək olar Əbu Hanifə misalını. Küfədə dəhrilərdən biri olur və gəlir Küfəyə, oradakı elm əhli ilə mübahisə eləmək istəyir Allahın varlığı barəsində. Və onda da Əbu Hanifə biraz gənc olur. Hətta bəzi rivayətlərdə gəlir ki, hətta uşaq olur. Və deyirlər ki, sən bizim alimlərimizdən qabaq, gəl otur, bizim bir uşağımız var, gəncimiz, ona söhbət ilə. Nəsə bir vaxt təyin deyirlər, səhərsi gün olur, Əbu Hanifə gəlmir, gözləyirlər, gəlmir. Bu dəhri deyir ki, ateist, deyir, sizin iddia elədiyiniz adam qorxdu, çəkindi. Və biraz vaxt keçir, geciksə də Əbu Hanifə gəlir. Və soruşur ki, niyə gecikdin? Deyir, gələndə çayın körpüsü dağılmışdı və çayın kənarında bir quru ağac var idi. Ağacdan istədim, ağac deyir, öz-özünə deyir, parçalandı, öz-özünə ağacdan odunlar əmələ gəldi, qıraqdan bir dənə sap gəldi, ip, bağladı odunları, nəysə xulasa bir dənə körpə əmələ gəldi. Bu da deyir, sizin ağlınız budur.